İndi isə uşaqlar gəlin mövzumuza aid bir neçə ev tapşırığını yerinə yetirək. Doğru və yanlış fikirləri müəyyən edək. Yeni doğulma dövrü doğuşdan sonraki ilk 4 həftəni əhatə edir. Bu fikrimiz doğrudur. Südəmər dövrdə uşağın əsas qida mənbəyi ana südüdür. Bəli. İlkin uşaqlıq dövründə uşaqlar artıq oxumağı və yazmağı öyrənirlər. İlkin uşaqlıq dövrü 1-3 yaşı əhatə etdiyinə görə bu fikrimiz yanlışdır. Məktəbəqədər dövr uşaqların çoxlu suallar verdiyi və sosial bacarıqların formalaşdığı dövrdür. Bu fikrimiz də doğrudur. İbtidai məktəb dövründə davamlı boy artımı və əzələlərin böyüməsi müşahidə olunur. Bu fikrimiz də doğrudur. Yeniyetməlik dövründə ikincili cinsi əlamətlər formalaşır. Bəli, bu fikrimiz də doğrudur. Gənclik dövründə orqanizmin anatomik fizioloji inkişafı dayanır və geriləməyə başlayır. Bu fikrimiz tamamilə yanlışdır. Yetkinlik dövrü insanın cinsi və fiziki inkişafının tam başa çatdığı mərhələdir. Bu fikrimiz də doğrudur. Ahıllıq dövründə orqanizmin fiziki gücü və sistemlərin fəaliyyəti zəifləyir. Doğrudur. Fərdi inkişaf yalnız ana bətnində baş verən dəyişkənliklərdən ibarətdir. Bu fikrimiz isə yanlışdır. Qrafikdə yaşla əlaqəli insanlarda maddələr mübadiləsi nəticəsində sümük və toxumalarda baş verən dəyişkənlik göstərilmişdir və bu qrafika əsasən sualları cavablandıraq. Qrafikdən də gördüyümüz kimi 20 yaşından 70 yaş aralığı verilmişdir. Sümük sıxlığı və metabolizmin sürəti qrafikdə illər keçdikcə aşağı düşdüyü görünür. Bu dəyişkənliyin səbəbi nədir? Demək uşaqlar, insan yaşlaşdıqca dedik ki, metabolizm bir sıra bioloji səbəblərə görə yavaşlayır. Bu dəyişkənliklər təkcə enerji sərfiyyatı deyil, həm də hormon səviyyələrində, hüceyrə fəaliyyətində, toxuma strukturlarına da təsir edir. Ona görə də həyat fəaliyyəti əlbəttə ki, zəifləyir, hormon səviyyəsi dəyişir. Maddələr mübadiləsi zəiflədikdə insanda nə kimi dəyişkənliklər baş verir? Maddələr mübadiləsi zəiflədikdə insanda yorğunluq, artıq çəki, soyuğa dözümsüzlük, dəridə quruluq və həzm problemləri, o cümlədən digər problemlərin də yaranması baş verir. İnsanın yaşı artdıqca hansı fəsadlara daha tez-tez rast gəlinir? Yaş artdıqca maddələr mübadiləsi zəiflədiyinə görə maddələr mübadiləsi zəifləyir, sümüklər kövrəkləşir, yaddaş pozğunluğu baş verir, ürək-damar sistemi xəstəlikləri, o cümlədən oynaq xəstəlikləri daha tez-tez rast gəlinir. Nöqtələrin yerinə uyğun gələn sözləri yazaq. Fərdi inkişaf prosesi öyrəndik ki, 2 mərhələdən ibarətdir. İlkin mərhələdə dölün ana bətnindəki inkişaf müddətini əhatə edir. Digər mərhələ isə anadan olandan ömrün sonuna qədər olan müddətdir. İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. İnkişaf prosesində morfoloji və fizioloji dəyişkənliklər bir-biri ilə bağlıdır. Yeni funksiyaların formalaşmasının əsasında müxtəlif orqanların strukturlarında yaranan dəyişkənliklər dayanır. Uşaqlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, gələn görüşlərədək.